mən öncə TAV əməliyyatı haqqında sizə məlumat vermək istəyirəm. TAV əməliyyatı nədir? Döş qəfəsi açılmadan, yəni açıq bir cərrahi metodu olmayan, ayaq damarından girilərək ürəyin aorta qapağının dəyişdirilməsi əməliyyatıdır. Bu əməliyyatı biz kimlərə icra edirik? Özəlliklə yüksək risk qrupunda olan və açıq əməliyyat şansı olmayan xəstələr və bu xəstələrdə də və həm şəkər, həm komorbid durumlar dediyimiz, yəni obez xəstələr, aorta damarında ciddi kireçlənmə olan xəstələr və ya başqa bir onkolojik vəziyyətdən dolayı və ya başqa bir məsələ tibbi problemlərdən dolayı açıq ürək əməliyyatı olma şansı olmayan xəstələrə biz ümumi narkoz vermədən, heç bir kəsik aparmadan ayaq damarından girilərək 40-45 dəqiqə müddətində icra etdiyimiz əməliyyatdır və döyünən ürəkdə icra etdiyimiz bir əməliyyatdır. Və aorta klapanı dəyişdirilir. Hər şey istədiyimiz kimi gedərsə, hər hansı bir fəsad, komplikasyon dediyimiz tibbi fəsad əmələ gəlməzsə, biz bu xəstələri hətta bəzən 24 saat sonra evə yola sala bilirik bu xəstələri. Bugünkü xəstəmiz də yaşlı bir xəstədir, 84 yaşında xəstədir və xəstəmizə onkolojik, ginekolojik bir onkologiyası mövcuddur. Onkologlarla, ürək cərrahlarla bərabər konsilium olundu. Xəstəyə ximioterapiya, şua terapiyası və hətta daha sonrasında əməliyyat planlanır və bunların başlanması üçün mütləq bir şəkildə ürək probleminin ortadan qaldırılması lazımdır və biz bu xəstəyə böyük onkoginekoloqlarla bərabər konsilium, başqa mərkəzlərdəki həkimlərlə bərabər qərar verdik və xəstəyə TAV əməliyyatı planlayırıq. Xəstənin damarları olduqca kireçli, kalsifik damarlardır. Çox asan bir əməliyyat sayılmaz və inşallah bütün ailələ də hər şey danışılıb və bugün əməliyyatı birazdan icra eləməyi planlayırıq inşallah və yeni qapaq yerləşdirməyi planlayırıq və hər şey istədiyimiz kimi gedərsə, xəstə sabah artıq öz həkiminə geri yollayıb və digər onkolojik problemlərin həlli üçün müalicənin başlanılması planlanır. Bir onkolojik hekayəmiz də var. Ayaq damarından girib ürəyin klapanını dəyişdirəcəyik. Sözü güvənir, etibar eləyir bizə. Necə hiss edirsən özünü? Yaxşısan? Sən də denən söz ver. Mən təşəkkür edirəm bütün xəstəxanaya, bütün sanitarkadan tutmuş böyük həkimlərinəcən. Mən İlqar doktora inanıb gəlmişəm, ümid sonda ölür. İnşallah. İnşallah nə lazım da eləyəcəyik. Çox gözəl burada xidmət var. Təşəkkür edirəm. İnşallah. Böyük təşəkkür edirəm. Adam elə qarşıladı İlqar doktor, xəstəliyini unutdum. O qədər gözəl sərbəstlik yaratdı. Geçmiş olsun. Çox sağ olsun, sağ olun.
xəstəmizin hər iki ayaq damarından girilərək şitlər yerləşdirildi. Ondan sonra balon ehtiyacı olmadı xəstəmizdə öncəsində. Sadəcə birbaşa 21.5 mm-lik qapaq yerləşdirildi və daha sonrasında echo müayinəsi ilə dəyərləndirildi xəstə masadaykən. Hər hansı bir balon təkrarı bir postdilatasiya üçün əlavə balon genişləndirməyə ehtiyacı qalmadı. Xəstə ayıldı, tam stabildir və təqib üçün yuxarıya alınır. Əməliyyatımız bitdi. Hardasa 25-30 dəqiqə müddətinə bitirdik əməliyyatı. 21.5 qapaq yerləşdirdik. Qəşəng oldu. Hər hansı bir kəsik aparmadıq. Kiçik bir iğnə ilə girdik ayaq damarından. Xəstəmiz hemodinamik olaraq stabildir. Təzyiqləri, hər şey qaydasındadır. Ritmi istədiyimiz kimi. Yüngül sedasiya vermişdik. Ağrı hiss eləməsin. Yaşlı xəstədir. İndi birazdan ilk 3-4 saatdır reanimasiyada təqib edirik bütün əməliyyat sonrası xəstələrimizi. Daha sonra isə xəstəmiz hər şey stabil olarsa palataya qaldırıb və axşama doğru da gəzdirməyi planlayırıq.